Bismillah, elhamdülillah, vessalatu vesselamu ala Rasulillah. İslamda bir əməl dəyərləndirilərkən iki şeyə baxılır. Birincisi, niyyət. İkincisi, əməl. Yəni, bu işi kim üçün edirsən və necə edirsən? Rasulullah sallallahu aleyhi və səlləm buyurur, əməllər niyyətlərə görədir. Amma diqqət et, niyyət tək başına kifayət etmir. Əməl də şəriətə və sünnəyə uyğun olmalıdır. İndi bu məsələni 4 hal üzərindən başa düşək. Birinci hal, niyyət Allah üçündür, əməl sünnəyə uyğundur. Bu, ən doğru haldır. Bu, qəbul olunan əməldir. Məsələn, bir insan namaz qılır. Onun nə insanlar görsün deyə qılır, nə də təriflənmək üçün. Yalnız Allah üçün qılır. Və namazı Peyğəmbər sallallahu aleyhi və səlləm necə qılıbsa, elə qılır. Bu əməl qəbul olunur. Bu əməl savabdır. Çünki burada iki şey birlikdədir. İxlas və itaət. Həmçinin sədəqəni Allah üçün verir, reklam etmir, riya qatmır. Elm öyrədir, təriflənmək üçün yox, haqqı yaymaq üçün. Niyyət Allah üçün, əməl şəriətə uyğundursa, qəbul olunur. Və ixlas və ittiba, yəni tabeçilik olduğu üçün savab var. Uca Allah buyurur, kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın. Kəhf surəsi 110-cu ayət. İkinci hal, əməl zahirdə düzgündür, namazdır, sədəqədir, Quran oxumaqdır. Amma niyyət Allah üçün deyil. Məsələn, namaz qılır ki, desinlər dindardır. Sədəqə verir ki, bu necə də səxavətli insandır desinlər. Quran oxuyur ki, səsi bəyənilsin. Bu cür əməl zahirdə ibadətdir, amma qəlbdə şirk qarışıb. Rasulullah sallallahu aleyhi və səlləm buyurur, sizin üçün ən çox qorxduğum şey gizli şirkdir, riyadır. Bu cür əməl qəbul olunmur, çünki Allah şərik qəbul etməz. Üçüncü hal, niyyət doğrudur. İnsan səmimidir, etdiyini Allah üçün edir. Amma əməl düzgün deyil, şəriətə müxalifdir. Məsələn, Allahı daha çox sevim deyə dində olmayan ibadət forması icad edir. Allahı çox sevim deyə namaza yeni zikirlər əlavə edir. Daha fəzilətli olsun deyib, Peyğəmbərin etmədiyi ibadət forması icad edir. Niyyəti səmimidir, amma yol yanlışdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur, bizim dinimizdə olmayan bir şeyi kim edərsə, o rədd olunur. Niyyətin yaxşı olması bidəti halal etmir. Bu əməl də qəbul olunmur. Dördüncü hal, nə niyyət düzgündür, nə də əməl. Günah edir və onu normal göstərir. Haramı edir və başqasını da çağırır. Bu artıq azğınlıqdır. Bu həlak yoludur. Burada nə ixlas var, nə də itaət. Niyyət və əməl mövzusunu bu 4 hal üzərində başa düşdüksə, bilməliyik ki, bir əməlin qəbul olunması üçün 2 şərt birlikdə olmalıdır. Birincisi, ixlas, yəni yalnız Allah üçün. İkincisi, sünnəyə tabe olmaq, yəni Peyğəmbərin yoluna uyğun. Bu ikisindən biri yoxdursa, əməl ya boşa gedər, ya da insanı təhlükəyə salar.